Salam əziz tamaşaçılar. 19 yanvar 2026-cı il saat 2 radələrdir. Biz Şamaxıdan Pirquliyə gedən yolun Çıxıyurtdan keçən hissəsindəyik. Axşamdan yağan qar yolları bərbad hala salmış, yollar buz və qarla tam örtülüdür. Nəzərə alsaq ki, bu yol strateji bir yoldur. Eyni zamanda ölkə prezidentinin iqamətgahına gedən yolda bu yoldan keçib gedir. Yola nəzarət Azərbaycan Avtomobil Yolları İstismar İdarəsinin Şamaxı rayon şöbəsi baxır. Hal-hazırda heç bir təmizləmə işi aparılmamış, qum və duz səpilməmişdir. Bu da insanların maşınlarla hərəkətinə böyük maneə törədir. Məlhəmdən Çıxıyurt aşırımında maşın yoldan çıxaraq vətəndaşın evinin divarına çırpılmış, divarın bir hissəsi uçmuş, maşın da bərbad hala düşmüşdür. Biz Azərbaycan Avtomobil Yolları İstismar İdarəsindən xahiş edərik ki, bu yola nəzarəti diqqət mərkəzində saxlasın. Gördükləriniz bir həqiqətdir. Cinayət və Həqiqət TV, Elxan Daşdiyev.